Salam dəyərli izləyicilər. Burada qeyd edirik ki, Erkən Tunc dövrü üçün səciyyəvi olan cəhəti müəyyən edin. Erkən Tunc dövrünə aiddir. Deməli, ilk əkinçilik vərdişləri mezolitdə yaranıb. Toxa əkinçiliyin inkişaf etməsi enolitdə. Xış əkinçiliyin yaranması, bəli. Burada xış əkinçiliyi Erkən Tunca aiddir. Deməli, sualın doğru cavabı C variantıdır. Siklopik tikililər son Tuncdadır. Ulu icma daxilində ictimai bərabərsizlik yaranmıyor, bu səhvdir. Digər bir suala baxın. Axund dövlətin süqutu, daxili və xarici səbəblər. Federal əyanların müstəqil uğruna mübarizəsinin genişlənməsi. Bu ola bilər. Şujuranlarla bağlılığı yoxdur. Müxtəlif dinlərin yayılması. Burada müxtəlif dinlərin yayılması təsir göstərə bilər. Müəyyən qədər təsir göstərir. Xarici səbəblə xalqların böyük köçün başlanması aiddir. Sasani Göytürk dövlətinin işğalçı yürüşlərinə məruz qalması doğrudur. Peçeneqlər ərəblərlə uzun sürən müharibələr səhvdir. Deməli, bir də A və C variantı, 2-də A və C variantları aradan getməlidir. C, A variantları. Burada bir də olur A, C, müxtəlif dinlərin yayılması və feodal əyanların müstəqil uğruna mübarizəsi. İkincisində B cavabımız A variantında verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.